Hər birinizi salamlayıram əziz tələbələr. Mövzumuz pedaqogika fənninin ilk mövzusu pedaqogikanın ümumi məsələləridir. Bizə məlum olduğu kimi, pedaqogika elmi 17-ci əsrdə Bekon tərəfindən işlənmiş və Jan Amos Komenski tərəfindən inkişaf etdirilmişdir. Pedaqogika təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən elmdir. Pedaqogika sözü iki Yunan sözündən, payda və qaqos sözündən əmələ gəlib, hərfi mənası uşaq ötürən deməkdir. O, tərbiyə haqqında elmdir. Pedagogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Pedagogikanın mövzusu pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedagogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır. O, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir. Deməli, əziz tələbələr, hər bir elmdə olduğu kimi pedagogikanın da özünə məxsus anlayışlar sistemi var. Burada pedaqoji proses, tərbiyə, özünü tərbiyə, yenidən tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və sair anlayışlar daxildir. Pedaqoji proses, tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişaf proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir. Tərbiyə insanın şəxsiyyətini, məqsədyönlü formalaşması, inkişafı, prosesi və nəticəsidir. O iki mənada geniş və dar mənada işlənir. Geniş, sosial mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar mənada isə, yəni pedaqoji mənada tərbiyə, tərbiyəçilərin, müəllimlərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür. Daha sonra özünü tərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Yenidən tərbiyə isə insanın şuur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Yəni biz yaşımız necə olursa olsun, əgər özümüzdə bəyənmədiyimiz hər hansı bir xüsusiyyətimiz varsa, biz özümüzü yenidən tərbiyə edə bilərik. Və yaxud da ki, kimlərisə, bu uşaq olsun, şagird olsun və yaxud da tələbə olsun və yaxud da öz övladın olsun, fərq etmir. Yəni biz yenidən tərbiyə prosesini hər yaşda həyata keçirə bilərik. Daha sonra təlim. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesi deməkdir. O müəllimin və şagirdlərin məqsədyönlü, qarşılıqlı əlaqəsinə əsaslanır. Şəxsiyyətin inkişafı müxtəlif amillərin, təbii və sosial, xarici və daxili amillərin təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir. Pedagogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid bir pedaqoji prosesi təşkil edirlər. Şəxsiyyətin ahəngdar inkişafına kömək göstərirlər. Digər elmlərdə olduğu kimi pedaqogikada elmi tədqiqatların nəticəsində inkişaf edib, yəni yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanuna uyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarış hesab olunur. Daha sonra biraz danışaq Jan Amos Komenski'dən. Çünki Jan Amos Komenski'nin pedagogika elmində böyük rolu var. Jan Amos Komenski 1590-cı
illərdə mart ayının 28-də Çex qardaşları protestant icması üzvünün ailəsində anadan olub, ibtidai təhsilini həmin icma məktəbində almışdı. 1608-1610-cu illərdə Latın məktəbində, daha sonra Herborn Akademiyasında oxuyur. Bu universitetdə bütün əşyaların teatrı adlı özünəməxsus ensiklopediya yaratmağa başlayır. Eyni vaxtda 1627-ci ildə Kamenski Çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Kamenski Polşaya miqrasiya edir. Burada o gimnaziyada dərs deyir, öz didaktikasını bitirir, onu yenidən işləyir, Latın dilinə tərcümə edir, Böyük Didaktika adlı bir əsər yaradır. Bir neçə dərslik dillərə açıq qapı, astronomiya, fizika, ailə tərbiyəsi məsələlərinə həsr olunmuş ilk rəhbərlik kitabını yazır və Analıq məktəbi adında da bir kitab yazır. Kamenski ciddi şəkildə Pansofiya ideyası üzərində çalışır. Həmin əsrin 40-cı illərində bir sıra dərslik nəşr edir. 1650-ci ildə Kamenski Macaristana məktəb işini qurmaq üçün dəvət alır. Burada Kamenski Pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını, tədris planını, cədvəli özünün Pansofik məktəb əsərində işləyib hazırlayır. Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Kamenski tədris materiallarını dramatikləşdirmək metodundan istifadə edir. Birinci olaraq Kamenski xüsusi məktəb üçün bir sıra pyes yazır. Bu tədris metodu və tədris pyeslərini o dillərə açıq qapı və məktəb oyunu kitablarında toplayır. Macaristanda Kamenski ilk şəkilli tədris kitabını, dərsliyi tərtib edir. Rəsmlərdə əşyalar aləmi adlandırır. Amsterdama köçdükdən sonra Kamenski hələ 1644-cü ildə başlamış əsaslı əsəri üstündə işini davam etdirir. Bu əsərdə bəşəri əməllərin islah edilməsinə dair ümumi tövsiyələr verir. Kamenski insan cəmiyyətinin islahının planını verir. Əsərin ilk 2 hissəsi 1662-ci ildə, qalan 5 hissəsi isə əl yazmaları olaraq 20-ci əsrin 30-cu illərində tapılır. Tam şəkildə əsər 1966-cı ildə Latın dilində Praqada nəşr olunur. Uzun ömrünün yekununu Kamenski yeganə lazım olan əsərində toplamış. Kamenskinin pedaqoji fikirləri əsasında Uşinskinin Radneye Slova kitabı işlənir. Uşinskinin pedaqoji prinsiplərinin əsasında isə Səfərəli bəy Vəlibəyov və Çernayevski tərəfindən vətən dili kitabları tərtibini tapmışdı.